Qarabağdan Ermənistana qaçan və İrəvanda fəaliyyət göstərməyə çalışan keçmiş separatçı rejimin qalıqları özlərinə yeni lider axtarışına çıxıblar. Müxalifət və keçmiş Qarabağ klanı siyasi boşluqdan istifadə edərək Paşinyanın zəifləyən reytinqinə qarşı sistemli hücuma keçib. Revanşistlər bu dəfə populist şüarlarla Paşinyanı hədəfə alırlar. Son zamanlar Serj Sarkisyanın adı müxalifət tərəfindən yenidən namizəd kimi irəli sürülür. Bu isə o deməkdir ki, Moskva öz adamını artıq hazır vəziyyətdə saxlayır. Kreml bununla İrəvana açıq siqnal göndərir ki, səbrimizin sərhədi var. Yeni kuratorun fəaliyyəti də artıq ilkin nəticələrini verməyə başlayıb. Ermənistan ictimai rəyinə təsir üçün istifadə olunan Sputnik, Armeniya kimi media platformalarında ritorika dəyişib. Bir zamanlar neytral mövqe sərgiləyən bu qurumlar artıq açıq şəkildə Paşinyanın qərb yönümlü siyasətini fəlakətə aparan kurs kimi təqdim edirlər. Bu isə informasiya müharibəsinin artıq aktiv fazaya keçdiyini göstərir. Aydın olur ki, Ermənistanda növbəti parlament seçkiləri yaxınlaşdıqca Rusiya Ermənistan hökumətinə qarşı rıçaqlarını artırır. Bunların fonunda Paşinyanın Estoniya səfəri qərblə təmasları gücləndirmək, Türkiyə ilə yaxınlaşmanı sürətləndirmək, Britaniyanın dəstəyini təmin etmək, Rusiya qarşısında isə tək olmadığını nümayiş etdirmək baxımından vacibdir. Bu səfər həm də Ermənistanın gələcək xarici siyasət kursunun konturlarını müəyyən edir. Görünür, Paşinyan bu kursda Qərbi və Türkiyəni tərəfdaş, Rusiyanı isə rəqib kimi görməyə başlayıb. Lakin Türkiyənin Ermənistanla münasibətlərdəki siyasəti birbaşa Azərbaycanla əlaqəli şəkildə yürüdülür. Odur ki, Azərbaycanla sülh razılaşması əldə olunmadan Türkiyə Ermənistanla tam və davamlı normallaşmaya getməyəcək.